Hazırda Bakı şəhərinin Xətai rayonunun məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış masivindəyik. Burada Azərbaycanın işğalından zərər görmüş müxtəlif regionlardan olan ailələr yaşayır. Böyük qayıdış prosesi davam etsə də, bu ailələrin bir qismi hələ də burada yaşamağa davam edirlər. Yaxşı şərait ola, gedək dolanaq, yaxşı evimiz, eşiyimiz ola, pis vəziyyətdə yaşayırıq. Hansı rayondansınız? Cəbrayıldan. 35 ildə o qaçqınçılıqdan buradayıq. İnşallah olar tikilər, məhlə-məhlə apararlar da. Bax, yağış yağır, evlərimizin içinə damır. Su, belə gedib evimizə baxa da bilərsiniz, çəkiliş də eləyə bilərsiniz. Pis yaşayırıq. Əgər mümkündürsə, torpaqlarımız da alınıbdır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Valideynlərinə, şəhidlərinə Allah səbir versin. Əlbəttə istəyirik. Yaxşı olsun, yaxşı şərait bizim üçün qursunlar əlbəttə. Mən öz torpağımı istəyirəm, Ağdamı istəyirəm. İstəmirəm mən burada öləm, gedəm öz torpağımda öləm. Əsla. Öz Güləbird kəndimi düzəlsinlər, dedəm. Ata ölənlərimizin qəbri hamısı oradadır. Niyə istəmirəm ki? Kimi istəməz ki? Elə gözümüz səsdə küydədir ki, bu gün səhər bizi köçsünlər. Evimizi tiksinlər cəmaət kimi. İşimizi versinlər, gedək. Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri İsmail İsmailovdan bizə verdiyi məlumata görə Bakı şəhər Xətai rayonu ərazisində yerləşən 2 nömrəli peşə liseyinin yataqxanasında hazırda 200-ə yaxın məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Burada əsasən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Ağdərə, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkün ailələr yaşayırlar. Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış ailələrin işğaldan azad edilən ərazilərdə yenidən tikilən və bərpa olunan yaşayış məntəqələrinə köçürülməsinə başlanılmışdı. Bu proses köçürülmə qrafikinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir. BTV Xəbər.az